Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin Coğrafiya üzrə təlimçisiyəm. Bu günləri DİM 20 sınaq toplusundan 16-cı sınağın izahını vermiş olacağıq. Hər biriniz mütləq şəkildə diqqət eləyin. Sonra qəbul imtahanında qarşınıza çıxanda deyəcəksiniz ki, oy, mən bunu yazmadım. İndi baxaq. Birinci sualımızda uyğunsuzluq istəyir, düzdür? Dil ailələri, dil qrupları və xalqları verir. Hind-Avropa dil ailəsinə deyir, İranlılar aiddir, onlara da Əfqan xalqları aiddir. Bu düzdür də. Ural dil ailəsinin Finiqor dil qrupuna Macarlar aiddir. Bu yanlışdır. Qafqaz, Naxçıvan, Ləzgi doğrudur. Altay, Oğuz, Qaqavuz doğrudur. Hind-Avropa, Hindari, Tacik yanlış fikirdir. Hind-Avropa, Roman, İngilis yanlış fikirdir. 1-5-6, 2-5-6 doğru fikrimiz olacaq. İştiraklenmiş təbii zonamızı göstərilib. İndi həmin təbii zonamaya baxaq, görək aid olan xüsusiyyətlər nədir? Deyir ki, mülayim işıqlanma qurşağında yaranan bütün iqlim qurşaqlarında yayıldığı ərazilərdə rast gəlinir. Yanlış fikirdir. Yenisey və Makkinzi çaylarının hövzələrində rast gəlinir. Doğrudur. Torf ehtiyatlardan zəngindir. Suvarma əkinçiliyi üçün əlverişli deyil. Doğrudur. Avstraliyada və Afrikada mövcud deyil. Yanlışdır. Türk xalqlarının məskunlaşdığı ərazilərdə də rast gəlinir. 2, 3, 4 bizim doğru cavabımız olacaq. Tropik və mülayim işıqlanma qurşaqlarına aid fikirləri müəyyən edin. 3 iqlim qurşağını əhatə edir, tropika aiddir. Ekvatorial, subekvatorial və tropik. Saxalin və Azor adaları yerləşir, mülayimə aid ediləcək. Enliyarpaqlı və iynəyarpaqlı meşələr təbii zonası üçün yayılmışdır, mülayimə aid edilmiş olacaq. Braziliyanın ərazisinin çox hissəsi, Konqonun isə ərazisinin bütün hissəsi yerləşir. Tropik işıqlanma qurşağıdır. Mərkəzi Asiya ölkələri burada yerləşir, mülayim işıqlanma qurşağında. Avstraliya materikinin şimalına əhatə eləyir, tropik işıqlanma qurşağı. 1-ə 1, 4, 6, 2-yə 2, 3, 5 doğru cavabımız olacaq. Litosfer havaları haqqında doğru ifadələri müəyyən edin. Antarktida litosfer havasında yalnız materik tipli yer qabığına rast gəlinir. Yanlış fikirdir. Okean tipli yer qabığında rast gəlinir. Afrika və Sakit Okean litosfer havaları 4 yarımkürədə yerləşir. Doğru fikirdir. Vulkanik mənşəli adalar həm divergent, həm də konvergent sərhədlərdə yaranır. Doğru fikirdir. Məsələn, Kuril konvergent, İslandiya divergent. Ant dağları litosfer havalarının konvergent, Atlas dağları isə divergent sərhədində yayılıb. Yanlış fikirdir. Atlas dağları da konvergentdir. Litosfer havalarının müxtəlif istiqamətlərdə hərəkəti tektonik proseslərlə bağlıdır. Bu doğru fikirdir təbii ki. Qədim platformalar litosfer havalarının mərkəzi hissəsində, cavan platformalar isə konvergent sərhədlərində yayılıb. Ümumiyyətlə platforma sərhəddə olmaz. 2, 3, 5 doğru fikirdir. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Deyir ki, silindrik proyeksiyada tərtib olunan xəritələr 3-cü məntəqədə təhrif sıxıra bərabər olur. Düz yerdə 3-cü məntəqəmizdən ekvator xətti keçir deyə bir doğrudur. 1, 2 və 4-cü məntəqələr eyni materikdə yerləşir. Yanlış fikirdir. 40 şimal enliyi bu Afrikanın nəzərdə tutur əslində və yaxud da ki, Avrasiya yanlış fikirdir. 1-ci məntəqədə yer kürəsinin xəyali ox ətrafında fırlanma sürəti 4-cü məntəqədəkindən çoxdur. Ümumiyyətlə bilirik ki, sürət ekvatordan qütblərə doğru azalır. Baxın, 4-cü və 1-ci məntəqə hər ikisi 20 dərəcə enlikdir. Biri şimaldır, biri cənubdur. Bunun hər ikisində bərabər olacaq. Yanlış fikirdir ona görə. 5 və 2-ci məntəqələr arasında ən qısa məsafə 854 kilometrdir. 5-ci məntəqəmiz 40 şimal, belə deyək də, 40 şimal enliyində, 40 şərq uzunluğunda, 2-ci məntəqə isə 40 şimal enliyi 0 uzunluqdadır. Mən 40 dərəcəni 85.4-ə vursam, daha çox eləyəcək. Yanlış fikirdir bu da. 6-cı məntəqədə günəş il ərzində günorta vaxtı həm cənub, həm də şimal hissəsində görünə bilir. Baxın, 6-cı məntəqəmiz 10 dərəcə cənub enliyidir. Bu tropiklərin arasında yerləşdiyinə görə həm şimalında, həm də cənubunda görsənə bilər. Doğrudur. Verilən məntəqələrdə günəş şüalarının minimum düşmə bucağı 26,5 dərəcədən az deyil. Bəli, minimum düşmə bucağı 26,5 dərəcə olan məntəqəmiz 40 dərəcə enliklərdir. Və burada da ondan da yüksək enliklərdə yerləşən məntəqələr yoxdur burada. Ona görə burada doğru cavabımız 1, 5, 6 olacaq. Ölkəmizdə mövcud olan yarımsəhra landşaftlarına aid olmayan xüsusiyyətləri müəyyən edin. Rütubətlənmə misalı vahiddən kiçikdir, düz deyir. Bu aiddir. Viləkçay və Katexçayın aşağı axarlarında yayılıb, yanlış fikirdir. Orada mülayim isti iqlim tipi yayılıb və düzən meşə landşaftıdır. Dəmiyə əkinçiliyi inkişaf etməmişdir, doğru fikirdir, etməyib. Səpələnən radiasiya üstünlük təşkil eləmir, yanlış fikirdir bu. Burada düz radiasiya olar. Orta Araz təbii vilayətində yayılıb, bəli yayılıb, götürməyəcəyik. Qusar maili düzənliyin əsas landşaftı tipidir, yanlış fikirdir, orada düzən meşədir. 2, 4, 6 bizim doğru cavabımız olacaq.
Xəritə sxemi əsasən Richard Bay. Richard Bay yerləşir Carda 6-cı, Santos limanı yerləşir Braziliyada 5-ci, Tampico limanı yerləşir Meksikada 2-ci olmuş olacaq. 6-5-2 bizim doğru cavabımızdır. Baxırıq təbii zonalar. 2 ön Qafqaz təbii zonası, 1 böyük Qafqaz, 4 Kür Araz, 3 kiçik Qafqaz, 5 isə orta Araz. Bir də palyazo yaşlı suxurlara rast gəlinmir. Düz deyir də, gəlinmir böyük Qafqazda. Götürmürük. Həm yarım səhra, həm də intrazonal landşaftlar yayılıb ikidə. Doğru fikirdir. Həm yarım səhra yayılıb ön Qafqazda, həm də intrazonal yayılıb. 3-də deyir, həm qara, həm də əlvan metallurgiya üçün xammal var. Qara metallurgiya üçün xammal dəmir filizidir. Əlvan metallurgiya üçün xammal alinitdir. Neogen və 4-cü dövr çöküntüləri yayılıb 4-də. Bəli, doğrudur. Acnohur Ceyrançöldə neogendir. Mılmuğanda isə 4-cü dövrdür. 5-də incə və gəyən düzləri yerləşir. Yanlış fikirdir. İncə və gəyən düzləri Kür tektonik çökməsinə yerləşir. Aşağı Arazboy düzənliklər. A ölkəsinin əhalісinin ümumi sayı 50 milyon nəfərdir. Adam başına düşən üdumu isə 30 min ABŞ dollardır. Mən ümumi üdumunu tapmaq üçün 50-ni vurmalıyam 30-a. Baxın, nə qədər etmiş olacaq? 1500. Yadımızda saxlayaq ki, bu 1500-ün arxasında milyonun 6 dənə sıfırı, 1000-in isə 3 dənə sıfır olmalı. Yəni 9 dənə də əlavə sıfır olmalıdır. Gəlin, indi üdumunun 20% xarici şirkətlərin isə yerdə qalan 80% milli şirkətlərindir. Ona görə mən bunun 80%-ni tapacağam. Etmiş olacaq nə qədər? 1200. Bunun da arxasında dediyimiz kimi 9 dənə sıfır var. Bu da nə qədər eləyir? 1,2 milyard, daha doğrusu trilyon etmiş olacaq. Yəni 1 trilyon 2 milyard etmiş olacaq. Y variantımız. Uyğunluğu müəyyən edin. Pamir dağları, Böyük Suarcı dağları və Appalaç dağları. Deyir ki, iki işıqlanma qurşağında yerləşir. İki işıqlanma qurşağında yerləşməsi Böyük Suarcı dağlarına aiddir. Cənub tropik xətti kəsir. Çayları iki okeanın su toplayıcı hövzəsində yerləşir. Təbii ki, burada deməli, bu da yenə də Böyük Suarcı dağlarına aid edilmiş olacaq. Alp dağı əmələ gəlmə mərhələsində yaranıb Pamir dağları. Köhnə sənaye rayonu hesab olunur. Təbii ki, Appalaç. Buradan başlayan çayların qidalanmasında buzlaq üstünlük təşkil edir. Buzlaq suları, bəli, bu da Pamirdir, çünki hündür ərazidir. 1 C-Y, 2 A-B, 3 isə D olmuş olacaq. 11-ci sualımıza diqqət edək, görək nədir ilahi bu. Görürəm ki, cədvəldir və doğru ifadələri istəyir. Deyir, Şahdağ silsiləsi xarici ölkə ilə təbii sərhəd təşkil edir. Şahdağ silsiləsi, bəli, Ermənistanın sərhəd təşkil edir. Qarabağ silsiləsinin deyir, mütləq hündürlüyü 3000 metrdən azdır. Qarabağ silsiləsi ən hündür zirvəsi Böyük Kirs dağlarıdır. 2725 metrdir. Bəli, həqiqətən də azdır. Niyaldağ Kiçik Qafqaz tektonik qalxma zonasında yox, Böyük Qafqaz tektonik qalxma zonasında yerləşir. Dərələyəz qışı quraq keçən soyuq iqlim tipi yayılıb, düz deyir. Daha doğrusu düz demir, yanlış deyir, yay quraqdır. Murovdağ vulkanik effuziv çökmə sıxırlara rast gəlinir. Doğru fikirdir. Talış dağlarında Yura və təbaşir çöküntüləri üstünlük təşkil edir. Bu da yanlış fikir olmuş olacaq. Yura yoxdur orada. 1-2-5 bizim doğru cavabımızdır. İqlim diaqramının aid olduğu iqlim qurşağı üçün doğru ifadələri müəyyən edin. İqlim diaqramımız yayı quraq keçən deyil. Ümumiyyətlə bu, baxıram ki, yağıntıları yanvar, fevral, dekabr aylarında düşür. Eyni zamanda da cənub yarımkürəsində. Deməli, bu cənub yarımkürəsində yerləşən subekvatorialdır. Keypiyok yarımadasını doğru fikirlər istəyir də bizdən. Keypiyok yarımadasını əhatə edir, düz deyir, əhatə edir. Eyer gölü bu iqlim qurşağında yerləşməz. Eyer gölü yerləşir tropikdə. Yağıntılar əsasən yay fəslində düşür, düz deyir. Yalnız bir işıqlanma qurşağı daxilində formalaşır, yanlışdır. Həm tropik işıqlanma, həm də ki, mülayim işıqlanma qurşağının daxilindədir. Burada Hindistan, Hind-Çin yarımadası sahillərində. Ekvator xətti ilə kəsişən ərazilərdə rast gəlinir. Savanna və seyrək meşə təbii zonası formalaşır, doğrudur. 1-3-6 bizim doğru cavabımız olacaq. İqlim diaqramına aid xüsusiyyətləri müəyyən edeyim. Baxıram ki, bu qışı quraq keçən mülayimdir. 1036 mm yağıntısı mövcuddur. Qax-Şəki rayonları ərazisində rast gəlinir, doğrudur. Qərzəkli meyvəsilik üzrə ixtisaslaşan inzibati rayonun yerləşir, doğrudur. Bərabər rütubətli soyuq iqlim tipi deyil. Talış dağlarının ətəklərində müşahidə olunur, düz deyir. Tərtər çayının su toplayıcı hövzəsində rast gəlinir, gəlinməz. Mütləq hündürlüyü 2700 metrdən yüksək olan ərazilərdə dağ tundra yayılıb, bu yayılmayıb. 1-2-4 doğrudur. Tərtər və Qanıq çaylarına aid olan ümumi xüsusiyyətləri müəyyən edin. Mənbəyi xarici ölkədə yerləşir. Mənbəyinin xarici ölkədə yerləşməsi heç birinə, daha doğrusu belə deyək də, Qanıqa aiddir. Yanlış fikirdir, Tərtər üçün deyil. Qidalanmasında yeraltı sular üstünlük təşkil edir, bu doğrudur.
Mənsəbində yarımsəhra landşaftı və qurusel iqlim tipi müşahidə edilir. Bəli, doğru fikirdir. Qanıq çayı da burada Samux rayon ərazisində Mingəçevir su anbarına töküldüyünə görə orada müşahidə olundu. Su toplayıcı hövzəsi iki tektonik zonada yerləşir. Bu da doğru fikirdir. Qonşu ölkələr ilə təbii sərhəd təşkil edir. Doğru fikirdir. Yanlış fikirdir. Daha doğrusu doğru fikir nədir? Qanıq təşkil edir, xəritəri yox. Mənsəbinin yerləşdiyi inzibati rayon Qarabağ İqtisadi rayonunda yerləşir. Bu Tərtərə aiddir. Yanlış fikirdir. 2, 3, 4 bizim doğru cavabımız olacaq. Növbəti sualımıza diqqət edirik. Euler Venn diaqramıdır, mis və boksitdir. Əlvan metallurgiyada istifadə olunur. Əlvan metallurgiyasında hər ikisi istifadə olunacaq. Afrika materikində rast gəlinir. Bəli, həm boksit var, həm də mis var. Mis mərkəzi Afrika ərazilərində mövcuddur. Boksitdə bilirsiniz. Çilin iqtisadiyyatında mühüm yer tutur mis. Emalı əsasən inkişaf etmiş ölkələrdə gedir. Bu boksitdir. Braziliya ixracatında mühüm yer tutur. Boksit olmuş olacaq. Kiçik Qafqaz dağlarında yataqları var mis. Qarabağda. 1-ə 3-6, 2-ə 4-5, 3-ə isə 1-2 olmuş olacaq. Keypiyok yarımadası Yeni Qivneya adasından Pok boğazı vasitəsilə ayrılır. Bu təbii ki yanlış fikir olmuş olacaq. Pok boğazı vasitəsilə Tasmaniya adası ayrılır Avstraliyadan. Kiçik Asiya yarımadası çayları iki okean hövzəsinə aiddir. Doğrudur. Apennin yarımadası fəaliyyətdə olan vulkan mövcuddur. Doğru fikirdir təbii ki. Sonra Kuba adası divergent yox konvergent sərhəddə yerləşir. Baltik dənizi orta duzluluğu Qara dənizin duzluluğundan daha çoxdur. Yanlış fikirdir. Sahalin adası mülayim musson iqlim tipi formalaşıb. Doğrudur. 2-3-6 bizim doğru cavabımız olacaq. Xəritə sxemdə ştrixlənmiş fiziki coğrafi rayonlar üçün xüsusiyyətləri müəyyən edin. Qarabağ fiziki coğrafi rayonudur. Küdrü Şirvandır. Arazboydur. Yarımsəhra və quruçöl iqlim tipi müşahidə edilir. Düzləyir, müşahidə olunur. Ümumi xüsusiyyətlidir. Kür dağları çökəkliyi təbii vilayətində yerləşir. Bəli. Mülayim isti iqlim tipi müşahidə olunur. Yanlışdır. Xarici ölkə ilə sərhəddi mövcuddur. Küdrü Şirvan sərhəddi mövcud deyil. Qarlama qabiliyyətinin kəmiyyəti yağıntıların kəmiyyətindən daha çoxdur. Doğru fikirdir. Kür çayı ərazisindən keçir. Yanlışdır. Küdrü Şirvandan keçmir. 1-2-5 eyni zamanda burada Arazboydan da keçmir. 1-2-5 doğru cavabımız olacaq. Cədvəl sistem doğru bəndləri istəyir bizdən. Nil, Zambezi, Parana, Xuanxe, Yukan və Volqa çayları. Deyir ki, mənsəbinin yerləşdiyi dəniz 3 qitənin sahillərini yuyur. Aralıq dənizi Asiyanın, Avropanın və Afrika qitəsinin sahillərini yumuş olacaq. Düppədüz 1. Zambezi toplayıcı hövzəsi yalnız bir ölkə ərazisində yerləşir. Təbii ki, yanlışdır bu. Parana mənsəbi keçid iqlim qurşağında yerləşir. Bəli, subekvatorial subtropikdə yerləşir daha doğrusu. Xuanxe yerləşdiyi ölkənin iki okeana birbaşa çıxışı mövcuddur. Çinin iki okeana yox, bir okeana birbaşa çıxışı mövcuddur. Amma daxil suları 3 okeana aiddir. Yukon, Mekong çayı ilə eyni okean hövzəsinə aid edilir. Doğrudur. Sonra Volqa çayı aid olduğu materikin ən uzun çayıdır. Yanlışdır. Avrasiyanın ən uzun çayı yansızdır. 1-3-5 bizim doğru cavabımız olacaq. 19-cu sualımızda Şimali Amerika materikini Avrasiya materikindən fərqləndirən xüsusiyyətlər. Ən uzun çayı Atlantik okeanının su toplayıcı hövzəsinə aiddir. Doğru fikirdir. Fərqləndirir. Çünki Avrasiyanın ən uzun çayı yansızı sakit okeana aid edilir. Daha sonra 2 də doğrudur. Tropi iqlim qurşağı tam zolaq əmələ gətirir. Şimali Amerikada gətirir, amma Avrasiyada gətirməz. Buzlaq tektonik mənşəli göllər geniş yayılıb. Bu da belə deyək də yanlış, doğru fikirdir əslində. O fərqləndirən deyir deyə yanlışdır. Hər ikisində var. Musson küləkləri hər ikisində müşahidə olunur. Mezoy qırışıqlığında formalaşan dağ sistemləri hər ikisində var. Eyni adlı platformadan təşkil olunub. Yanlışdır. Avrasiya eyni adlı platformadan təşkil olunmuyor. Müxtəlif platformalar var. 1-2-6 bizim doğru cavabımız olacaq. Unitar inzibati ərazi quruluşuna malik olan dövlətləri müəyyən eləyin. Suriya, Mərakeş və Uruqvay olmuş olacaq. Azərbaycan Respublikasının əhalisi üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən eləyin. Demoqrafik keçidin 4-cü mərhələsində yerləşir. Yanlış fikirdir. 3-dədir. Əksər hissəsi mütləq hündürlüyü 5 metrdən yüksək olan yox, 500 metrə qədər olan ərazilərdə yaşayır. Orta sıxlığı 100 nəfər bölünmüş kvadrat kilometrdən çoxdur, 117 nəfərdir, doğrudur. Hind-Avropa və Qafqaz dil ailəsinə aid olan xalqlar yaşayır. Doğru fikirdir, yaşayır.
Əmək qabiliyyətli əhali ümumi əhalinin yarıdan çoxunu təşkil etmiş olacaq. Doğru fikirdir. Xidmət sahəsində çalışanların xüsusi çəkisi azalır. Yanlış fikirdir. Getdikcə artır əksinə. 3, 4, 5 doğrudur. Doğru olmayan ifadələri müəyyən edin. Volqa-Ural regionunda yerləşən türk xalqları Altay dil ailəsinin Bulqar qoluna aid edilir. Bu doğru fikirdir. Kabarda-Balkar və Qaraçay Çərkəz türk qurumları dəniz sahili mövqeyə malikdir. Yanlışdır. Dənizlərə çıxışı yoxdur. Müstəqil türk dövlətlərindən yalnız biri iki qitədə yerləşir. Qazaxıstan və Türkiyə yerləşir. Yanlış fikirdir bu da. Qazaxıstan Respublikası Mərkəzi Asiyada yerləşən bütün müstəqil türk dövlətləri ilə həmsərhəddir. Düzdür. Sakha Respublikası ərazisinə görə ən böyük türk dövlət qurumudur. Düzdür. Türkiyə, İraq və Bolqaristanla yalnız quru sərhədinə malikdir. Yanlış fikirdir. 2-3-6 bizim doğru cavabımızdır. K məntəqəsində atmosfer təzyiqi 640 mm-dir. El və K məntəqələri arasında 9,6 dərəcə fərq var. El məntəqəsinin mütləq hündürlüyünü müəyyən edin. Baxın. K məntəqəsində 640-dır, düzdür? Millimetr civə sütunu. El ilə K-nın arasında temperatur fərqi 9,6 dərəcədir. Düzdürmü? İndi mən 9,6 dərəcəni x metr götürəcəm, 6 dərəcəni isə 1000 metr götürmüş olacam. Burada mən nəyi tapacam? X-imizi tapacam ki, 1000-i vuracam 9,6-ya. Deməli, 9,6 vurulsun 1000-ə. Bölünsün nəyə? 6-ya. Eləcək 1500 metr. 1500 metr etmiş oldu. Düzdürmü? Dəqiq 1500 metr. Yox, 9,6 dərəcə. 9600 bölünsün 6-ya. 1600 metr daha doğrusu. 1600 metr etmiş oldu. Ellə K-nın arasında hündürlük fərqimiz. İndi 1600 metrimiz 160 mm civə sütunudur. 640-dan da 160 mm civə sütunu çıxmalıyam. Yerdə qalmalıdır nə qədər? 640 çıxılsın 160. Eləcək burada 480 mm civə sütunu. Deyil nöqtəsinin hündürlüyünü tapmaq üçün mən dəniz səviyyəsində 760-dır, düzdür? Yəni 0 metrdə. İndi 480-dən 760-dan çıxacam 480-i, aralarındakı neçə millimetr civə sütunu olduğunu tapmış olacam. 280 mm civə sütunu var. İndi 0 metrdən 280 mm civə sütunu qalxmaq 2800 metr qalxmaq deməkdir. Deməli, el məntəqəsinin hündürlüyü 2800 metrdir. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı doğru ifadələri müəyyən edin. Yay və qış otlaqlarının mövcudluğu qoyunçuluğun inkişafına müsbət təsir bir doğrudur. Regionlar üzrə təbii şəraitin müxtəlifliyi həm yazlıq, həm də payızlıq əkinçiliyi üçün imkan verir. Doğrudur. Suvarma kanalların beton üzlüksüz olması yararlı torpaq sahələrinin azalmasına təsir göstərir. Doğrudur, şoranlaşdırır. Bütün ölkə ərazisi üçün intensiv kənd təsərrüfatı xarakterlidir. Yanlışdır. Əsasən ekstensivdir. Şabaldı və bozçaman torpaqlarda dəmiyə əkinçiliyi olmaz. Suvarma olar. Qərzəkli meyvəsi üzrə ixtisaslaşan inzibati rayonlarda tütün becərilmir. Becərilir şəkil zəqataladır. 1-2-3 doğrudur. Südlük və südlü ətli istiqamətli heyvandarlığın üstün olduğu ölkələri müəyyən edin. Hindistanda, Namibiyada ətlikdir. İspaniyada ətlikdir. Fransada düzdür. Meksikada ətlikdir. Danimarkada düzdür. 1, 4, 6 bizim doğru cavabımız. Doğru olmayan ifadələri müəyyən edin. İnkişaf etmiş ölkələr demoqrafik keçidin ikinci mərhələsindədir. Yanlış fikirdir bu. 4-dədir. Almaniyada adam başına düşən ümumdaxil məhsulun həcmi İspaniyadakından daha çoxdur. Bu doğru fikirdir. Car, Avstraliya, İsrail və Qətər inkişaf etmiş ölkələr qrupuna daxildir. Yanlışdır, Qətər aid deyil. Argentina və Çilidə şəhər əhalisinin payı yüksəkdir. Düzdür. OPEC təşkilatına üzv olan yalnız iki qitədə rast gəlmək olur. Həm Amerika qitəsində var, həm Afrika qitəsində var, həm Asiya qitəsində var. İndoneziya, Yaponiyaya neft ixrac edir, düzdür, edir. 1-3-5 bizim doğru ifadəmiz olacaq. Qarabağ, Gəncə, Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlar. Bir xarici ölkə ilə həmsərhəddir. Təbii ki, Qarabağ iqtisadi rayonu İranla. Zəngin alinit ehtiyatlarına malikdir. Gəncə, Daşkəsən iqtisadi rayonu olmuş olacaq. Varvara su anbarı yerləşir. Mərkəzi Aran iqtisadi rayonudur. 6 inzibati rayondan ibarətdir. Mərkəzi Aran iqtisadi rayonu. Ərazisində həm Kür, həm də Araz çayının qolları mövcuddur. Bu da Qarabağ iqtisadi rayonu. Mərkəzi Aran iqtisadi rayonunun inzibati rayonlarını mütləq şəkildə şərh bölməsində qeyd edin. Tədqiqatçı şimal yarımkürəsində yerləşən Günəşin ildə bir dəfə zenitdə olduğu paralel ilə 80 dərəcə şərq uzunluğunun kəsişmə nöqtəsindən yarımadda yerləşən A məntəqəsindən başlayaraq
şimal istiqamətində 1831,5 km hərəkət etdikdən sonra B məntəqəsinə çatmışdır. Mən 1831,5 km bölmüş olacağım nəyə? 111-ə. Ki, neçə dərəcə? 70-dir. Əldə edir 16,5 dərəcə. İndi 16,5 dərəcə hərəkət edir, düzdür? Biz də bilirik ki, bu məntəqəyə şimal yarımkürəsində ildə bir dəfə zəngdə olan məntəqə 23,5 dərəcə şimal yenidir, şimal tropik. Ondan 16,5 dərəcədə şimala getsəm, 23 üzərinə 16,5 gəlsəm, etmiş olacaq 40 dərəcə. 40 dərəcə enlikdə dayanmışıq. İndi 80 dərəcə şərq uzunluğunu kəsişdir. Yarımadada yerləşən alandan başlayaraq. İndi bizə nə istəyir? Deyir ki, A məntəqəsinin yerləşdiyi ölkənin inzibati ərazi quruluşu və A məntəqəsinin yerləşdiyi ölkənin ərazisində müşahidə olunan iqlim qurşağını müəyyən edin. A məntəqəmiz Hindistan idi, federativdir. İqlim qurşağı da təbii ki, subekvatorialdır. B məntəqəsinin yerləşdiyi ölkənin sahillərini yuan okeanın və bu ölkə ərazisində axan ən uzun çayın adını cədvələ müəyyən edin. Təbii ki, Sakit okean yuyur sahillərini Çinə çatıb və ən uzun çay da Yansız çaydır. B məntəqəsində günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasında fərq 47 dərəcədir. Çünki mülayim işıqlanma qurşağında biz demişik 47 dərəcə olur. 40 dərəcədən mülayimə düşür. B məntəqəsi ilə ekvator arasından qısa məsafə. B məntəqəmiz 40 dərəcə şimal enliyidir. Ekvatorda 0 dərəcə. Arasındakı fərqimiz 40 dərəcədir. Vırırıq 111-ə. Etmiş olacaq 4440 kilometr. Doğru cavabımız bu etmiş olacaq. Belə, əziz izləyicilər, abituriyentlər, müəllimlər, müdavimlər, bugünkü videomuzla sağollaşırıq. Gələn video izahlarımızda görüşmək ümidi ilə. Sağ olun.